Cədvəldə şimpanzenin bir hüceyrəsinin nüvəsində meyozun müxtəlif mərhələlərində xromatid sayı verilibdir, xromosom sayı verilib və xromosomlara birləşən bölünmə vətərlərinin sayı verilmişdir. X, Y, Z-i müəyyən edin. Deməli, biz burada X-i, Y-i, Z-i təyin edəcəyik. Görək bunlar hansıdır? Metafaza 1 mərhələsi 48 xromosom verilibdir. Tamam. Anafaza 1'in sonu 48 xromosom 48 sayı verilibdir. Və ikinci metafazada 24 dənə sayı verilibdir. İkinci anafazanın sonunda 48 verilib. X-i tapaq. Görə X nədir? Biz bilirik ki, metafaza 1'də bir xromosoma bir vətər teli birləşir. Tamam, xromosom götürsək əgər bir xromosoma bir vətər teli birləşir. 48 xromosom vardı ana hüceyrənin tərkibində və 48 dənə xromosom olsun. Yaxşı. Birinci anafazanın sonunda da 48 xromosom olaraq qalır. Yəni xromosom sayı dəyişmir. Yaxşı, bu da düzdür. İkinci metafazada xromosomlar artıq birinci bölünmədən sonra 2 dəfə azalırdı və 24 olur. Tamam, bu da xromosom olaraq götürsək düzdür. İkinci anafazanın sonunda bu bilirik ki, ortadan bölünür. Bir bütöv xromosom 2 xromosom yaradır. Qız xromosom deyirik və ana hüceyrənin sayı qədər xromosom olur. Yəni anafaza 1-də də, anafaza 2-də də ana hüceyrənin xromosomu qədər xromosom sayı olur. Yəni 48. Onun üçün də biz X-ə deyərik xromosom. Xromosom X olacaqdır. Xromosom. Çünki bunun sayı uyğun gəlir X-ə. Keçə Y-i tapaq. Görək, xromosomu tapmışıq. Üzərinə plus qoyuram. Bölünmə vətərdir yoxsa xromatiddir? Deməli, baxırıq Y-ə 96 veribdir burada sayı olaraq. Metafaza 1-də 96 olan xromatid düzdür. Yəni DNT molekulun miqdarı. Anafazada 96 olurdu. Çünki tam xromosomlar olur. 48 xromosomsa 96 xromatid olur. 48 xromosomsa 96 xromatid olur. Belə göstərsək biz bunu. Yəni biz burada kənarda şəkil çəkək. Bir vardı, belə deyək, qeyri tam xromosom, bir dənə xromatidli. Biri də vardı ki, tam xromosom. Artıq burada bu mərhələdə tam xromosom olur. Yəni burada 2 xromosomlar bu qaydada 2 xromatidlidirlər. Və burada da eyni qaydada 2 xromatidli xromosomlarımız vardı, bütövdür. İkinci metafazada belə bir qaydamız var idi. Demişdik ki, ikinci bölünmədə tam xromosomlar yenə olaraq qalıb. Amma hüceyrə sayı 2 dəfə azaldığı, hüceyrədə xromosom sayı 2 dəfə azaldığı üçün yenə tam xromosom olaraq göstəririk biz bunu. Amma ikinci anafazanın sonunda deyirsə, artıq burada 48 veribdir sayını və 48 verdiyi üçün burada belə natamam olacaqdır. Tamam. Deməli, bir də qaysaq saya baxmağa. 96 düzdür, xromatiddir və 96 xromatiddir. 24 xromosom vardı. Yenə tam xromosom olduğu üçün 48 göstərib burada ikinci metafazada düzdür. Amma burada tək xromatidli xromosomlardır. 48 olaraq göstərilir. Deməli, Y tapdıq, xromatid oldu. Xromatid. Tamam. Z-ə nə qalacaqdır? Xromatiddə də plus qoyuruq. Bölünmə vətərləri olaraq qalacaq. Yaxşı, bu da düz olsun. Amma bir dəfə baxaq. Deməli, birinci metafazada bölünmə vətərlərinin sayı bir xromosom demək olar ki, ekvator boyu düzülübdür. Ekvatora düzülən xromosomlar və orada bölünmə vətərlərinin sayını veribdir. 48 dənədir. Tamam. 48 dənə düzdür. Bölünmə vətərimiz vardı metafaza mərhələsində. Amma birinci anafazanın sonunda yenə 48 dənə verilibdir. Çünki belə deyək ki, bölünmə vətərləri xromosomların sayı eynidir. İkinci metafazada yenə ikinci bölünməyə getdik və burada da yenə xromosomun sayı ilə eyni olur. Və xromosomun sayından 2 dəfə çox olur. Çünki burada mitoz prosesindəki kimi bir xromosoma 2 vətər teli birləşmiş olurdu. Ona görə də bu 2 dəfə çox olurdu. İkinci anafazanın sonunda, yəni görürük buradan xromosomlar 2 dəfə çoxdur. İkinci anafazanın sonunda isə artıq parçalandığı üçün bir xromosoma bir vətər teli birləşibdir. Xromosom sayı 2 dəfə artdı. Yəni metafaza ilə müqayisədə biz baxırıq ki, 24 xromosom vardı, 48 oldu. Ona görə də burada da bu sayı 48 olacaqdır.
Deməli, düzgün cavab vətər telləri də bölünmə vətərlərinin sayı veribdir. O da Z olacaqdır. Düzgün cavabımız nə oldu? X xromosom, Y xromatid, Z bölünmə vətərləri olacaqdır.